Salam, hörmətli tamaşaçılar. Bugün Səs TV-nin növbəti bir verilişinə başlayırıq. Bu veriliş başqalarından biraz fərqlənir. Nəyinə görə? Burada bəzi məsələlər var ki, onların həllinə çalışacağıq. Bu bizim elmimizlə bağlıdır, Elmlər Akademiyası ilə bağlıdır. Ümumiyyətlə bizim elmimizin, elm ocağımızın, bizim bütün elmlərin başında duran bu məbədimizin indiki vəziyyəti necədir? Bununla bağlı bir studiyamızın qonağı ilə Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdürü Azər Mustafayevlə bu məsələləri müzakirə etməyə çalışacağıq. Azər müəllim, xoş gəlmisiniz. Çox sağ olun, minnətdaram. Azər müəllim, qarşıda deməli bu ay Elmlər Akademiyasının 80 yaşı tamam olur. 80 yaş Azərbaycan elminə, Azərbaycanın belə deyək, tarixinə baxanda biraz kiçik görsənir, amma hər halda Elmlər Akademiyası kimi bir formalaşmış bir qurumun fəaliyyətinə baxanda, bir 80 illik fəaliyyətinə, buradan belə deyək, Azərbaycanın bütün elm yükü hamısı bunun üstündə, bu akademiyanın, bu qurumun üstündə olubdur. Bu 80 illik tarixə siz necə baxarsınız? Yəni qısa olaraq bunu xahiş edirəm desək. Əvvəla o akademiyanın 80 illik münasibəti ilə nəinki alimlərimizi, hər bir Azərbaycan vətəndaşını təbrik edirəm. Çünki bu qəbul olunmuş bir haldır, yazılmış və yazılmamış. Çünki elmi olmayan cəmiyyət, elm və təhsili, xüsusilə hərçənd mən elm və təhsili ayırmıram, bunlar əkiz qardaşdırlar. Ancaq sırf elmlə, bu Bine-i qədimdən, akademiya yaranandan bəri demək, həmişə əsas aparıcı qüvvə elmdə. Elmin tədqiqatçıları, yaradıcıları, qurucuları Milli Elmlər Akademiyasının nümayəndələri olub. O vaxt Milli Elmlər Akademiyası deməklər, Elmlər Akademiyası deyirlər. Sonradan adı dəyişildi. Və bu elmə, akademiyanın bu müddət ərzində çox böyük tarixi şəxsiyyətlər olub. Mən bu sözü çəkinmədən deyirəm. Yəni, dünya şöhrətli alimlərimiz olub. Məsələn, təsəvvür edin ki, Azərbaycan Milli Elmlər Akademiyası yarananda onun ilk akademikləri təxminən orada bir neçə başqa millətin də nümayəndəsi olub. Ancaq əksəriyyəti Azərbaycanlılar təşkil edib. Mən bir daha o məqamla, o yaranma tarixi ilə maraqlananda hətta daxili qürur hissi keçirdim və həm də təəccübləndim. Təsəvvür edin ki, Elmlər Akademiyası yarananda onun aparıcıları, onun yaradıcıları məsələn başlayır Üzeyir Hacıbəyevdən. Böyük Üzeyir Azərbaycanlı Üzeyir Hacıbəyevdir. Üzeyir Hacıbəyev təkcə bəstəkar deyildi. Həm alim idi, həm pedaqoq idi, həm jurnalist idi. Hətta mən bir mənbədə oxuduğuma görə vaxtilə Üzeyir Hacıbəyev əslində Hacıbəylidir. O Azərbaycan Rus lüğətinin ilk tərtibatçısı Azərbaycanda məhz Üzeyir Hacıbəyev olub. Bütün onun musiqi fəaliyyəti öz yerində. Sonra Üzeyir Hacıbəyevdən sonra məsələn burada Səməd Urğun, böyük Azərbaycanlı şairimiz Səməd Urğun. Səməd Urğun akademiyanın üzvü seçilib. Sonra Mirzə İbrahimov, bizim görkəmli yazıçımız. Yəni bunlar Yusif Məmmədəliyev, xüsusilə Yusif Məmmədəliyev. Sonralar böyük kimyaçı və hamımız da bilir ki, İkinci Dünya Müharibəsi, Yusif Məmmədəliyevin etdiyi kəşflər İkinci Dünya Müharibəsi savaşında bizim, necə deyərlər, hərbi sənayemizə kifayət qədər, mən hələ bunu yumuşaq formada deyirəm, xeyli, necə deyərlər, müharibənin gedişatına hətta müəyyən qədər təsir edib və hörmətli akademikimiz. Sonralar isə 2 dəfə, demək, akademiyanın prezidentləri sadalamaq olar, Yusif Məmmədəliyev, yeganə akademik alimimiz olub ki, o 2 dəfə bir qısa müddətdə olub, sonra 2-ci dəfə yenə də bir qısa müddətdə, 2-ci dəfə akademiyanın prezidentliyinə başçılıq edib. Bildiyimiz kimi, akademiya 1945-ci ildə may ayında təsis olunub. Bu il onun 80 illik yubileyi qeyd olunur. Mən çox arzu edərdim ki, akademiyanın nəinki 80 illiyini, uzun illər 180 illiyini də gələcək nəsillər, millətimizin layiqli evladları, xalqımız görsün. Çünki akademiya, mən şəxsən, bu mənim ola bilər şəxsi fikrim olsun, mən akademiyanı
Azərbaycansız təsəvvür etmirəm. İndi bu gün Milli Elmlər Akademiyası deyirlər. Ancaq ilk dəfə 1945-ci ildə onu da qeyd etmək yerinə düşərdi və zəruri hesab edirəm. İlk dəfə Akademiyanın Mir Əsədullah Mirqasımov özü tibb təhsil olub. Çarlıq dövründə Odessada ali təhsil alıb. Sonrası elmi fəaliyyətə başlayıb. 1945-1947-ci illərdə Akademiyanın prezidenti Mir Əsədullah Mirqasımov. Onun bir oğlu da məşhur oğlu var, kino rejissor. Bəli. Oktay Mirqasımov. Yəni bunlar yəni köklü nəsildirlər. Ondan sonra isə Yusif müəllim olub. Yusuf müəllim. İstəsəz mən burada qeyd eləmişəm, sadalaya bilərəm kimlər olub Akademiya, nəhənglər. Çox maraqlıdır. Bizim tamaşaçılarımız olar, çox maraqlıdır. Yəni o tarixi onlar özlərində yaşadılar da əslində. Bəli. Mirəli Qaşqay, məşhur Mirəli Qaşqay. Geofizik. Bəli. Allah rəhmət eləsin hamını. Sadıq Dadaşov. Sonra Mir Əsədullah Mirqasımovu dedim. Əl-Əşrəf Əlizadə. Əl-Əşrəf Əlizadə. Mustafa Topçubaşov. Səhv etmirəmsə sosialist əməyi qəhrəmanı idi özü də. Özü də çox. Məsələn digərləri də var. Orada Mikayıl Hüseynov heykəltaraşımız, məşhur heykəltaraşımız. Və mən orada xüsusi qeyd etmək istəyirəm, vurğulamaq istəyirəm. Onun xidmətləri artıq mən o dövrü görmüşdüm. 1900 səhv eləmirəmsə 70-ci, 83-cü illərdə Akademiyanın prezidenti olmuş Həsən Abdullayev. Allah o kişini min rəhmət eləsin. Fizik. Həm Fizik İnstitutunun direktoru idi, həm də Akademiyanın prezidenti idi. Onun xidmətləri sırasında iki məqama toxunsam, bu elə artıq deməkdir ki, Həsən Abdullayev kim olub? Birinci, Həsən Abdullayev Akademiya o əvvəl bölmə şəklində fəaliyyət göstərirdi. Sonra 45-ci ildə artıq akademiya çevriləndə akademiyanın ərazisində bərpa işləri gedirdi. O bərpa işlərində bilavasitə baxmayaraq ki, akademiyanın prezidenti idi, gəlib hər gün iştirak edirdi. Və bu gün də akademiyanın ətrafında o yaşıllıqlar var. O yaşıllıqları institutlar arasında bölüb, institut əməkdaşları arasında. Gecə-gündüz orada çalışırdılar, ağacları əkirdilər. Və bir çox mütəxəssislərin, tibb işçilərinin deyək, sosioloqların deyək, təbabətlə, ekologiya ilə məşğul olan mütəxəssislərin fikrincə bu gün hal-hazırda Bakı şəhərində ən təmiz havası olan yer məhz akademiyanın həyətidir. Çünki orada xeyli insanlar gəlir, ziyalılar gəlir, axşamlar orada istirahət edirlər. Bu mənada ona öz dərin minnətdarlığımı bildirirəm. İkinci böyük onun nailiyyəti Azərbaycan xalqı qarşısında Həsən Əliyevə qədər balans demək olar ki, eyni idi təxminən. 50-nin 50-yi olardı, bəlkə də az-çox. Orada fərq, dəqiq faizinə deyə bilmərəm. Qeyri-Azərbaycanlı millətlər çox böyük üstünlük təşkil edirdi akademiyada. Həsən Əliyev, Heydər Əliyev artıq birinci katib, Ulu Öndər, Heydər Əliyev birinci katib seçiləndən sonra həmişə ona iqtibasən, ona müraciət onun adından danışaraq və alimləri də, insanları da çalışırdı ki, hamısı Heydər Əliyev kimi ola bilməsələrdi, onun yolu ilə getsinlər. Və həmişə deyirdi, görürsünüz, Heydər Əliyev həm gözəl Azərbaycanca danışır, həm gözəl Rusca danışır. Siz də öyrənin. Və Azərbaycan dilini bilməyən adamları heç bir şəhərlərə stajirovkaya, məsələn, Həsən müəllim rəhmətli göndərmirdi. Bir də görürdün, elə iclas gedirdi, oğlum, dur bir dənə Azərbaycanca şeir deyil. Əgər şeiri deyəmir, get hazırlaş, sən dilimi öyrən, sonra səni göndərərək. Yəni, akademiyanın milliləşməsində Allah onu qəni-qəni rəhmət etsin, onun əvəzsiz, ölçəyə gəlməz xidmətləri olmuşdur. Və digərləri də olub. Ziya Bünyadovun adını çəkə bilərik. Ziya Bünyadov. Sonra məşhur düzdür, akademiyanın prezidenti olmayıb, tarix üzrə, şərhşünaslıq da nəhəng alimlərimizdən olub Əli Söhbət Sumbadzadə. Sumbadzadə rəhmətli, mən tələbə vaxtınızı çox uzatmıram söhbəti. Demək, bu həyatda gördüyümüz şeylərdir. Onda bugünkü İstiqlaliyyət küçəsi kommunist küçəsi adlanır. Mən İqtisadiyyat Universitetini bitirmişəm, bazı təhsilim iqtisadçıdır. Biz aşağıdan gəlib rəissiyyət heyətinin qabağına keçəndə, o kişilər oradan çıxanda biz onlara heyranlıqla və böyük təəccüb hissi ilə baxırdıq ki, ilahi, insan mı da, bunlar qeyri-adi insanlardır da, Bunlar necə şəxsiyyətlərdir? Hamısının da üzündən nur yağırdı bu insanların. Bunlar bütün həyatlarını təmənnasız olaraq Azərbaycan elminə, mədəniyyətinə, geniş mənada mədəniyyətinə. Sözün əsl mənasında saf insanlar. Saf insanlar. Hətta
Baxmayaraq ki, və eyni zamanda orada 2 nəfərin də adını qeyd etməyi özümə borc bilirəm. Onlardan birincisi Abdullah Qarayev, sizin institutun adı verildi. Bəli. Və institut yarananda direktor da olub. Çoxları bilmir. Fiziologiya institutunun ilk direktoru Abdullah Qarayev olub və Abdullah Qarayev rəhmətli Pavlovun tələbəsi olub. Çoxları bunu da bilmir. Bəli. Və demək olar ki, Azərbaycanda fiziologiya elminin əsasını qoyub. Eyni zamanda Abdullah Qarayev məşhur bəstəkarımız Qara Qarayevlə doğmaca əmioğlu olublar. Və hər ikisi də akademiyanın həqiqi üzvləri olublar. Onu bilmirdim, qohum olduq. Doğmaca əmioğlu olublar. Demək, Abdullah Qarayevin atası olub adı İsmail kişi, Qara Qarayevin atasının adı olub Əbülfəz kişi. Əbülfəzlə İsmail doğmaca qardaş olub. Yəni, Azərbaycan elmində sonra Ziya Bünyadov adını çəkməmək də günah sayılır. Hesab edirəm, günah olar. Mövqeyi olan, indi mövqeyə qayıdıram. Ulu Öndər həmişə deyirdi ki, Heydər Əliyev deyirdi ki, məsələn, bəzən üzr istəyirəm ifadəmə görə, loru dildə nala muxa vuran adamlar olur da, İngilis bayrağında deyirlər onlara. Həmişə onları tənqid atəşinə tuturdu, deyirdi, xahiş edirəm mövqeyimi bildir. Mövqeyimi bildir. Yəni, sən nə istəyirsən, sən nə düşünürsən, sən kimsən? Yəni, Ulu Öndər bilirsiniz, bu gəlişi gözəl söz olmasını 100 ildən bir, 200 ildən bir, bəlkə də 1000 ildən bir gələn Azərbaycan həyatında, nəinki bütün dünya siyasət tarixində nadir şəxsiyyət olub, unikal şəxsiyyət olub və təsadüfi deyil ki, bu mənada, məsələn, Ulu Öndər Azərbaycan Respublikasının Milli Məclisinin sədri seçiləndən sonra, parlamentinin sədri seçiləndən sonra ilk görüşünü məhz Milli Elmlər Akademiyasında keçirdik. Şəxsən mən orada iştirak etmişəm. Hətta o məqamda Heydər Əliyevə də yaxınlaşıb. Düzdür, orada mühafizə dəstələri var idi və s. Bütün zal dolu idi. Bütün elm, mədəniyyət, incəsənət alimləri hamısı orada idi. İndi sual çıxır ortaya. Məgər Ulu Öndər həmin tədbiri prezident aparatında keçirə bilməzdi, keçirə bilərdi. Düzdür? Bəli, başqa. Digər o qədər obyekt sarayda, o vaxt əvvəl adı olub Lenin sarayı, sonra Respublika sarayı, hal-hazırda Ulu Öndərin adını daşıyan bir saraydır. Elə orada keçirərdi. Məhz Milli Elmlər Akademiyasında. Və orada mən öz qulaqlarımla eşitmişəm, gözümlə də görmüşəm. Orada akademiya haqqında xeyli danışdı və dedi ki, Azərbaycan Akademiyası, Azərbaycan, sonradan oldu Milli Elmlər Akademiyası. Azərbaycan xalqının məbədidir. Məbədgahıdır. Azərbaycan elminin tarix boyu yaranandan o elminə ən yüksək xidmətlər göstərmiş Azərbaycan xalqına yüksək, Azərbaycan elmi tərəfindən töhfələr vermiş. Nəinki Azərbaycan xalqına, ümumdünya səviyyəsində də. Biz akademiyasız Azərbaycanı təsəvvür edə bilmərik. Akademiya yaşamalıdır. Həmin iclasda bir çox akademiklər də iştirak edirdilər və lap açıq desək, Ulu Öndərdən qabaq mövcud olmuş o siyasi qüvvələr həmin dövrdə, hətta bəziləri də akademiyada işləyirdilər. O bir sapı özümüzdən olan baltalar deyirlər nəsə. Onlar təklif edirdilər ki, güya bu demokratiya, bunlar elə bilirlər ki, elə demokratiya o deməkdir ki, elə nə istəsən eləyə bilərsən. Akademiyanı bağlamaq istəyirdilər. Orada Ulu Öndər qətiyyətlə mövqeyini bildirdi ki, mən nə qədər dururam, yaşayıram, fəaliyyət göstərirəm, akademiyada yaşayacaq. Akademiya toxunmaq olmaz. Hətta iclasdan da sonra dar, məhdud çərçivədə akademikləri toplayıb, düzdür, 90-cı illər iqtisadi vəziyyətimiz indiki kimi elə geniş deyildi. Təz-təzə başlayırdıq inkişafa, iqtisadi inkişafa. Ona baxmayaraq, o bir çox akademiyanın problemlərini bir-bir öz yanında, dəftərçəsində qeyd edərək, onları sonra hamısını reallaşdırdı. Çünki Ulu Öndər çox gözəl bilirdi, əvvəla böyük mütəfəkkir idi o. Mən onu mütəfəkkir adlandırıram. Təkcə dövlət başçısı. Məsələn, mən o ilə qismət olub bir dəfə görüşdüm. 15 dəqiqəlik söhbət bizə vaxt ayırmışdılar. Düyməni bastı, sonra ki, yəni uzansın. Düz 45 dəqiqə söhbət elədik. O biləndə ki, vaxtı ilə onun xətti ilə bizi göndəriblər Moskvada oxumağa, təhsil almağa. Dedi, mən çox təəccüblənirəm. Mənim sizə və sizin ailənizə heç bir yaxşılığım değməyib. Ancaq siz bu hərəkata qoşulmuşsunuz. Dedi, biz o vaxtı
artıq bəy sözü də dəbdən müəyyən qədər birisində düşmüşdü. Dedi ki, Ulu Öndərə müraciət etdi ki, biz ürəyimizin səsinə cavab olaraq bir də Azərbaycanın yeganə xilaskarı kimi sizi görərək bu hərəkata qoşulmuşuq. O da bizi doğma balası adlandırdı. İlham Əliyev haqqında, cənab prezident İlham Əliyev haqqında danışdı. O da Moskvada onun oxuduğu aspirantur illəri, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun bitirməsindən, sonra aspiranturaya daxil olmasından danışdı və çox böyük təəssürat yarandı. Çox böyük. Və təsəvvür edin ki, sabahsı gün siyasi büronun iclasında, siyasi şuranın iclasında mən məsələn siyasi şuranın üzvü olmamışam. Belə 2 nəfər də alim də bizdən, biri Şərqşünaslıq İnstitutundan idi, biri də başqa institutdan. İclasın elə Ulu Öndərdə belə qeyri-adi o şahmat gedişləri var idi. Birdən unikal, birdən mövzunu dəyişən suallar verirdi. Mövzu müzakirə olunur, problemlər. Birdən qayıtdı ki, dünən mən o gənc alimləri dəvət etmişdim. Onlar hardadır? Onda Rəfəəli Allahverdiyev dedi ki, bizə belə çatdırdılar olduğu kimi. Heydər müəllim, onlar deyir, siyasi şuranın üzvü deyirlər. O da Heydər Əliyev nə qayıtsa cavab versə yaxşıdır. Dedi ki, nə olsun siyasi şuranın üzvləri deyirlər. Siyasi şuranın üzvü olmaqlandır. Onlar gənc alimlərdirlər, istedadlı və bizim mövqeyimizi dəstəkləyən insanlardılar. Ona görə də Heydər Əliyev Moskvadan Bakıya o bir dəfə səfəri oldu gələndə. Onda mən Abşeron rayonunun yaxın sərhədi kimi təşəbbüs göstərdim, istədiyim. Düzdür, Rəfəəli Allahverdiyev onda Bakı şəhərinə baxırdı, partiya üzrə, yapın partiya üzrə təşkilatlanmasına. Mən təklif etdim ki, Ulu Öndərin ayağının altında qurban kəsək. Onda dedi ki, birdən kişinin xoşuna gəlməz, acığına dedim, Rəfəəli müəllim, siz məndən yaşda da böyük olsanız, adətimiz var, ənənəmiz var. Həmişə böyüyün qarşısında, ağsaqqal, nüfuzlu insanların qarşısında. Mən deyən də oldu. Gözəl bir qoç seçilmişdi, xınalı, başı bantlı. Heydər Əliyev gələndə cənab Heydər Əliyev onun ayağının altında kəsdilər və çox xoşuna gəlmişdi. Yəni biz sidq ilə bu hərəkatda olmuşuq. Düzdür, çətin olub, ancaq şərəfli. Çünki mənim doğmanam bilmirdim, mən hara gedirəm, hara gəlirəm. Təsəvvür edin ki, o qədər təhlükələrlə rastlaşmışıq. Gecə saat 12-də, 1-də, 2-də evə gələn kimi bir-birinə zəngləşirdik ki, gəlib evə çatmışıq, yoxsa yox. Neysə, çox özüm haqqında danışmaq istəmirəm. Demək, burada Ulu Öndərin akademiyaya verdiyi qiymət, dəyər, onun öz baxışları ilə yanaşı, onun nəslində olan alimlərlə də bağlıdır. Çünki onun səhv etmirəmsə böyük qardaşı, Allah onu da rəhəm, Həsən Əliyev vaxtıyla çox böyük vəzifələrdə işləyib. Kənd Təsərrüfat Nazirinin müavini olub. Mərkəzi Komitənin katibi olub. Mən onunla da görüşmüşəm, Həsən Əliyevlə. O kişinin üzündən nur yağırdı. O Azərbaycanla nəfəs alırdı o da. Azərbaycan təbiətini qorur. O deyirdi ki, elə Heydər Əliyev necə demirdi, mən bir ağacı kəsəndə bir qolumu kəsirlər də. O Həsən Əliyev çox sadəlöv, xeyirxah, üzündən nur yağan kişi və yanına gedəndə kimliyindən asılı olmayaraq, əgər onu çox vaxtda bacarırdı, kimsə fağır insan bir belə ümumi şəkildə müraciət edəndə ona əlini uzadırdı. Cəlal Əliyev adını çəkmək lazımdır. Cəlal Əliyevin də gələndə məsələn hamımız bilirik ki, Ulu Öndər Cəlal Əliyevin evində qalırdı. Və təşkilatlanma işində, bütün hər tərəfli istiqamətlərdə ən sinəsini qabağa verən insanlardan biri də rəhmətli Cəlal. Bunlar hamısı alimlər olubdur. Zərifə xanım özü akademik idi. Zərifə xanım, həyat yoldaşı. Allah onu min rəhmət eləsin. Qəbirlərin nurla dolsun. O insanlar, bunlar alimlər nəsli idi. O oğlu da alim idi, müdafiə etmişdi. Hər tərəfi alim idi. Hətta özünə təklif edəndə akademik Müstəq xanım Əzbəyova səhv etmirəmsə dedi ki, hörmətli Heydər müəllim, bəlkə sizi politologiya üzrə akademik seçək. Dedi, yox, mənə lazım deyil. Mənim vəzifəm akademik vəzifəsindən də böyükdür. Siz qoy akademikliyə layiq olan insanlar akademik olsunlar. Mənim öz işimlə məşğul olacağam. Üzr istəyirəm, biraz çox geniş danışmaq. Elə əslində siz orada çalışan bir insan kimi akademiyanın içindən, çölündən hər tərəfli bu məsələlərə danışdınız. Əlbəttə, belə tamaşaçılar da elə bilməsin ki, elə belə deyək, Elmlər Akademiyasında siz dediyiniz kimi hər şey normaldır, hər şey belə. Onun da əlbəttə çətinliklər də var içində, problemlər də yox deyil. Bizim mən işlədiyim zamanda da olubdur. Deməli 80 illik bir tarixin
məncə bir 50 ilin siz orada işləmisiniz da, belə 50 ilə Elə yaxındır, bir yoxsa nə nöqtəyə qədər? düşürsünüz. Elə bir nöqtəyə düşdünüz. Hə, 50 iliniz siz orada bir böyük bir belə deyək, tarixdir. Bütün şuurlu həyatım ağlım kəsəndən bu günə qədər orayla nəfəs alıram. İndi orada əvvəlki yanaşmalar var. Siz danışdınız, o insanlar ki, o təsvir elədiniz, mənim sözün həqiqi mənasında özüm də içimdə və həyəcan yarandı. Çünki mən də o sahədə çalışmışam. O dövrün, o saflığın ucundan qulağından o bizim dövrə də gəlib belə nəfəsindən çatmışdı. Mən demirəm əvvəllər belə olmuşdu. Belə azdan çoxdan bir nəfəsindən gəlib bizə də çatmışdı. Amma sonra baş verən hadisələr, dünyanın belə qarışması, elmə verilən qiymət, elmə indi belə deyək, Allah qəni-qəni rəhmət eləsin ki, ulu öndərimiz bu akademiyanı qoruyub saxlaya, sözün əsl mənasında qoruyub saxlaya bildi. Onu hər yerdə təsdiq edə bilərəm ki, Heydər Əliyev olmasaydı, bəlkə də o əvvəlki qüvvələr akademiyanı bağlayacaqdı. Mənim yadımda adlarını da demokrat qoyub, güya bunlar qərbə meyilli olacaqlar, Yeltsin kimi o ağzına gələni danışan, bilməyən, hərəkətini bilməyən. O yoldan getmək istəyirdilər. Ancaq Heydər Əliyev sinəsini verdi qabağa və mərd-mərdanə və akademiyanı gör nə qədər ailələri, alimləri qorudu. O qədər alimlərə şəxsən, hələ biz ona bildiklərimizi bilmədiyimiz, şəxsi problemlərini, ailə problemlərini, qayğılarını, məişət problemlərinin həll olmasında da çox misilsiz xidmətlər olub. Tanışdım. Mən 91-ci ildən o sahədə ora deməli akademiyaya getmişəm. Yəni o dövrün o çətinliklərini, siz dediyiniz o bəzi qüvvələrin hansı işlər gördüyünü biz özümüz öz üstümüzdə hiss eləyirdik. Amma bu gün belə deyək, yəqin ki indi necə deyim, yəqin ki, bu təsadüfən bir şəxsin, bir başqa adamların işi ola bilməz ki. Yəni, bu Elmlər Akademiyasının bir sıra institutların Təhsil Nazirliyinə verilməsi indi nəzərdə tutulur ki, belə də plan belə olur ki, və yaxud da ki, məsləhət belə olur ki, müəyyən institutların Təhsil Nazirliyinə verilmək və bu nazirliyin adını da dəyişmək, Elm və Təhsil Nazirliyi. Bəli, hal-hazırda Elm və Təhsil Nazirliyi. Bu institutlarda o dinamikanı artıracaq, o elm sahəsində çalışqanlığı, o bəlkə belə deyək, Elmlər Akademiyası belədir ki, yəni orada bir şey istehsal olunmur ki, bu elmlə məşğul olan, nəzəriyyə ilə məşğul olan, yəni tədqiqatla məşğul olan bir sahələr var. Dəqiq elmlər də var, qeyri-dəqiq elmlər də var orada. Təbiət elmləri var. Təbiət elmləri var. Yəni söhbət ondan gedir ki, burada münasibətlər biraz, yanaşmada biraz dəyişmək lazım idi və bunu dəyişkənliyə getdilər. Amma indiki vəziyyət necədir? Orada belə deyək, yenə deyirəm, biz söhbət təkcə o strukturun dəyişməsindən, hansı nazirliyə verilməsindən söhbət getmir. Onun idarə olunmasından söhbət gedir. Yəni burada vəziyyət necədir? Sizcə qanunedicidirmi, yoxsa necə? Çox maraqlı və vaxtında verilmiş sualdır və mənim necə deyirlər, daima düşündürən və nəinki düşündürən, narahat edən bir sualdır. Əslində bu fəlsəfədə biz hamımız keçmişik də, müxtəlif kateqoriyalar var. O kateqoriyalardan biri forma və məzmundur. Bəli. Formanı dəyişməklə o məzmunu siz çox vaxt dəyişilmir. Burada həm forma dəyişilməlidir, həm məzmun dəyişilməlidir, mahiyyət. Bəli. Və problemlərə qayıtdıqda, elə onun üzərində daha biraz ətraflı durmaq istəyirəm. Dünyanın elə bir ölkəsi yoxdur ki, ən inkişaf etmiş, Amerika Birləşmiş Ştatlarını götürsək, onlarda da problemlər var. Avropanın inkişaf etmiş ölkələrində və digərlərində problemsiz cəmiyyət yoxdur. Sadəcə ağıllı millətlər və düşünən insanlar, cəmiyyətlər, sivilizasiyalar o problemləri vaxtında görür və profilaktik addımlar atırlar. Və bir də problemlərin, ələlxüsus ciddi problemlərin həllində təkcə irəli yox, əvvəl keçmişə baxmaq lazımdır. Burada varislik və müasirlik prinsipinə, ənənəvilik və müasirlik prinsipinə. Bizdə hal-hazırda o proses çılpaq inkar formasına gedir. Halbuki dialektik qanunlara görə inkarın inkar qanununa söykənməlidir. Yəni keçmişin yaxşı dəyərlərini qoruyub hifz etməklə yaxşı ideyaları genişləndirmək. Yəni islahat xatirinə olmamalıdır. Yəni islahatın nəticələri olmalıdır, konkret məqsədləri olmalıdır, vəzifələri olmalıdır.
Məsələn, uzağa getməyək. Biz bunu bütün dünya qəbul edir ki, Çin xalqı dünyanın ən qədim xalqlarından biridir. Məsələn, hətta eramızdan 2600 il əvvəl Konfutsi, sonra ondan da qabaq, sonra da Dao Tzu, müxtəlif o ideyaları var idi ki, cəmiyyətlə bağlı, dövlətin idarə, insan problemi ilə bağlı. Bütün mövzuların da şah problemi insandır. İnsan problemi necə həll olunursa, cəmiyyət həll olunur. Onlar müasir Çin gerçəkliyində, o eramızdan əvvəl və eramız dövründə mövcud olmuş o fəlsəfi fikirlər, məfkurələr, iqtisadi islahatları, bütün ağla batan o xalqın mentalitetinə xas olan xüsusiyyətlərin hamısını qoruyub, saxlayıb, bugünkü müasir Çin həyatına tətbiq edirlər. Və bu da nəticə. Son 20-30 il ərzində Çinin inkişafı göz qabağındadır. Öyle. Və belə getsə, bir yaxın gələcəkdə də bir 10 illiklərdə də o hətta mütəxəssislərin, ekspertlərin dediyinə görə Amerikanı da üstələyə bilər. Yəni burada tarixilik, varislik prinsipləri mütləq nəzərə alınmalıdır. Bir də bilirsiniz, elm inkişaf etməkdən ötürü məktəb olmalıdır. Əgər hər hansı bir dissertant və doktorant elə öz-özü ilə danışırsa kitabxanada, ya oturduğu durda adamlar, o qədər dərin adamlar, bilik sahibi deyirlərsə, o heç vaxt inkişaf edə bilməz. Mən özüm vaxtı ilə indi bu kiminsə xoşuna gələ bilər, xoşuna gəlməz. Moskvada aspirantura da oxumuşam, sonra doktoram. Orada mən mühiti, məsələn, hətta bizimlə yerlə göy qədər fərq var idi. Daima insanlar dinamikada idilər. Daima həftənin 2-ci, 4-cü günləri yığışıb konkret məsələləri müzakirə edir, konkret təkliflər və irəli. Ona görə də həm də orada bir maraqlı cəhət vardı ki, o vaxt SSR Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda bütün keçmiş postsovet məkanında, indiki postsovet, ən məşhur alimləri cəmləşdirmişlər orada və orada inkişaf var idi. Yəni məktəb var idi. Məktəbsiz elə şərqin özündə, qədim nə qədər bizim müsəlman şərqin özündə məktəblər olub. Nəsillər dəyişir də daima. Düzdür? Mən müqayisə aparıram, məsələn, gördüyüm o alimlər ki görmüşəm, cavan yaşında. Artıq onlar yoxdur. Haqq dünyasındadılar. Yəni orada artıq məktəb var idi. Biz də onlardan öyrənirdik. Bugün akademiyanın özündə də belə, bilirsiniz, indi ələlxüsus yalan doğru deyirlər ki, 5 il akademiya işçi götürmək olmaz. Bu o deməkdir ki, bayaq söhbət əsnasında da verilişlərdə bax biz o məsələyə toxunduq. Yəni bunlar gedəndən sonra ya pensiya gedəcək, ya dünyasını dəyişəcək. Boşluq yaranacaq. Məsələn, uzağa getməyək. İkinci Dünya müharibəsində Almaniya bildiyimiz kimi məğlub olmuşdu da. İqtisadi sahədə olan o müharibə darmadağın etmişdi Almaniyanı. Qısa müddət ərzində o iqtisadiyyatı bərpa edildilər. Ancaq humanitar sahədə olan problemlər uzun illər qalmışdı. Hətta o vaxt ki mövcud iki Almaniya var idi. Almaniya Demokratik Respublikası, Federativ. Almaniya Demokratik Respublikası daima Almaniya Federativ Respublikasından geri qalırdı. Məhz həmin sahələrdə, ictimai elmlər sahəsində, humanitar elmlər sahəsində və digərlərdə. Yəni bilirsiniz necədir? Siz də məndən də yaxşı bilirsiniz. Söküb dağıtmaq asandır. Bugün bəzi adamlar çıxır, məsələn, belə təhsil sistemi nazirində çalışanlar da, işləyənlər də, əksəriyyəti cavanlar təşkil edir də. Sanki belə məcazi mənada desək, bir çəkic alıb elə çəkirlər akademiyanın başına. Yəni tənqid edirlər. Yəni, halbuki özlərinin kifayət qədər problemləri var. Yəni bir də burada bilirsiniz nəyi nəzərə almaq lazımdır? Bizim bu ənənəvi getdiyimiz yol. Biz həmişə böyük elm, həmişə Azərbaycanda Elmlər Akademiyasında formalaşıb və inkişaf edib. Yəni qərbdən fərqli olaraq. Qərbdə universitetlərin nəzdində, məsələn, Cambridge Universiteti var, məşhur Oxford var və s. Onların nəzdində elmi tədqiqat mərkəzləri olub. O vaxt Sovet dövlətini dağıtmaq üçün Sovetologlar da fəaliyyət göstəriblər, eləyiblər. Ancaq bizdə ənənə başqa cür formalaşıb. Yəni, götürsək, ali məktəblər sistemində çalışan, tanınmış məşhur alimlərimiz də, müəllimlərimiz də. Onlar da ilk addımlarını akademiyada atıblar. Aspiranturaya akademiyada atıblar. Başqa məsələyə qayıdım. Vaxtı ilə. Demək, bir müddət mən də o kapitada da işləmişəm. Hətta 3 il, 4 il müdir də olmuşam. Rəhmətli Məqsəd Səttarov vardı dünyasını dəyişəndən sonra. Demək,
baş ağrısı olmasın, bu məntiqə sığan bir addım idi də, aspirantura deyirdilər, daxil olmaq. Aspirantura, indi olub doktorantura, olsun doktorantura. Əvvəl ixtisası verirdilər, əvvəl ixtisas imtahanı. İxtisas imtahanından keçəndən sonra fəlsəfəni verirdilər, sonra xarici dili. Bugünsə o, demək, 2020-ci ildə, 2000-ci ildə o fəlsəfə kafedrası mənə indiyə qədər qaranlıq qalan məsələ kimi bağladılar oranı. Bir 10 il bundan qabaq da xarici dilləri bağladılar kafedrasını, akademiyanın özündə. Belə insanlar orada gəlirdilər, bir il dərs keçirdilər, istər fəlsəfədən, istər xarici, hazırlaşırdılar, imtahanı da orada verirdilər. İndi isə əksinə, doktoranturaya aşağı pillə üzrə və yaxud dissertanturaya qəbul olmaq üçün dövlət imtahan mərkəzində orada sən gərək xarici dildən imtahan verəsən. Əvvəlcə xarici. Axı biz, məsələn, bizim mövcud institutlarımız xarici dillər üzrə mütəxəssis hazırlamır axı. Dil bilmək lazımdır, mütləq. Dil insan onun zənginliyidir, gözəlliyidir. Dil insan nə qədər çox bilirsə, onun inkişafıdır, intellektidir. Ancaq ilk növbədə tədqiqatçıya o dili müəyyən baza var da, səviyyə. O bazada bilib ədəbiyyatlardan istifadə etməli, bacarmağı, o necə dissertasiyada xarici ədəbiyyatı cəlb etməyi, orada olan nəzəri konsepsiyalarla tanış olmaq. Ancaq orada elə tələblər qoyulub ki, orada hər il akademiyaya verilən yerlərin yalan olmasının azı 20-30% batır. Və burada məntiq mən görmürəm. Bu adam bir ixtisasını verməlidir ki, bu ixtisasın gələcək sahibi bu ixtisasdan nəsə bilir, yoxsa yox. Əlbəttə, onu birinci onu verməlidirlər. Bu bir ziddiyyət. Mən hesab edirəm ki, kafedraların bağlanması da məqsədə uyğun hadisə kimi qiymətləndirmirəm. Yaxşı, savadlı müəllimlərimiz var idi. İstər fəlsəfə kafedrasında, istər xarici dillər, alman dili, ingilis dili, fransız dilini keçirdilər. İl ərzində mütəmadi məşğul olurdular. Daha gedib bunun qapısında dayanmırdılar, növbəyə durmurdular. Müəllimlər də tanıyırdılar onları, dərslər ciddi də məşğul olurdu. Bu hesab edirəm ki, bu addım mənə gəlir, bağlanması düzgün hadisə kimi. İndi sizdə çıxış yolu necə eləmək olar? Bunu yenidən... Tək o deyil, axı, başqa problemlər də var. Məsələn, indi mən eşitdiyimə görə, yəqin ki, belə bir şey var, siz də eşitmiş olarsınız. Bu, son neçə illərdə bu söhbətlər cərəyan edir. Söhbət gedir, demək, yuxarı pillə üzrə bir var fəlsəfə doktoru, yəni bu namizəd də, keçmiş köhnə dillə desək. Bir də var fəlsəfə elmlər doktoru. Onu ləğv etmək istəyirlər. Onu da əsas götürürlər ki, xüsusilə Anglo-Sakslarda xüsusilə bu bir dənədir. Amerikada, Avropa ölkələrində fəlsəfə doktoru üzrə. Orada da o prosedurlar bizim prosedurlar kimi deyil. Yəni 3-4 nəfər yığışır, o da gedir nəsə oradan kitabdan, oradan nəsə 3-4 bir şey yazır, diplom işi məsələn. Yığışırlar, bir yarım saat, bir saat söhbət edirlər, buna verirlər diplom. Oldu fəlsəfə doktoru. Düzdür, orada professor adını, doçent adını almaq çətindir, daha çətindir. Ancaq o olur, yəni qısa müddət ərzində olur fəlsəfə doktoru. Yəni bizdə də istəyirlər o fəlsəfə doktoru bərabərləşdirsinlər fəlsəfə elmlər doktorluğunu. Halbuki fəlsəfə elmləri doktor olmaq üçün ən azı elmin istənilən sahəsini götürək. Elə sizin məşğul olduğunuz fiziologiya sahəsindən tutmuş digər sahələrə. Ən azı 15 il vaxt lazımdır. Ki, alim puxtələşsin. Bəs namizəd niyə görə deyirdilər? Namizəd, yəni bu ələm müdafiə eləməklə alim olmur. Alim olmur. Alim olmur. Bu alimliyə ilk addımlarını atır. Açır hələ, təzə qapısını açır. Bəli, və sonra başqa problemlər də var. Bu maddiyyatla da bağlı akademiyanın tədqiqat. İndi əvvəla maaşlar çox aşağıdır. Maaşlar akademiyada aşağıdır. Məsələn, istənilən alim məktəblər indi olub, qabaq institut deyirlər, indi hamısı olub universitet. Orada doçent vəzifəsində çalışan insan, müəllim. Məsələn, akademiyada elmlər doktoru, professordan çox alır maaş. Bu bir. Sonra, məsələn, tədqiqatla bağlı. Bilirsiniz, mən belə başa düşürəm. Elmin, ələxüsus akademiya inkişaf etməsindən ötürü iki prinsip mütləq ön plana çəkilməlidir. Birinci prinsip, maddi texniki tədqiqat, baza. Deyir ki, döyülən, söylən Marksda bir yaxşı fikir var. Deyir, insanlar elmlə, fəlsəfə ilə, musiqi ilə məşğul olmamışdan qabaq ilk növbədə qarın problemini həll etməlidirlər. Əks halda
ən həzin musiqi belə onlarda müsbət emosiyalar oyada bilməz. Maraqlıdır. Yəni bunun maddiyyat, alim gərək başqa şeylər haqqında fikirləşməsin ki, mənim işıq pulum var, qaz pulum var, kirayə pulum var. Alim bütün beynini, şuurunu yönəltməlidir. O məhz gecə-gündüz Elmə. Mən vaxtilə məsələn məqalələr yazanda elə o cümlədən Ulu Öndərlə bağlı bir də o qədər fikirləşirdim ki, hansı yerin, hansı məsələləri qoyaq, ön plana çəkək, nəyi var. Hətta yuxuda da bəzi şeyləri görürdüm. Yuxudan duran kimi tez durub yazırdım, gecə vaxtı. Çünki Səmədovun, böyük şairimizin sözləri yadıma düşür ki, oxunulmuş və yazılmamış fikir tapılmış və itirilmiş bir xəzinədir. Çox maraqlıdır. Və digər problemlər var. Bunlar bilirsiniz, mən başa düşmürəm. Bu biz necədir? Biz əgər bir millət olaraq məsələn İlham Əliyev məsələn ən böyük prinsiplərdən birinə Allah onu var eləsin, xanımı ilə birlikdə. Elə xanımın da ailəsi böyük alimlər necə deyirlər, Arif Paşayev böyük ömrü boyu akademiyada fizikadan işləyib. Aida İmanquliyeva Şərqşünaslıq İnstitutunun direktoru olub. Bunlar hamısı akademiyadan çıxıblar. Bunlar, Allah onların canını sağ xanım rəhmətə gedib. Ancaq xanım özü də elmlər, fəlsəfə üzrə, etika ya estetika ixtisası üzrə müdafiə edib. Hətta bizim institutdan bir nəfər də onun oponenti olub. Yəni demək istəyirəm ki, burada çıxış yolu birinci maddi texniki bazanın güclənməsi, bir də konkret islahatların səmərə verə biləcək dəqiq, zərgər dəqiqliyi ilə ölçüb biçilmiş dəqiq islahatların prinsipləri, metodları göstərilməlidir. Və tələb də artır. Mən deyərdim ki, biraz da tələbi artırmaq lazımdır. Məsələn, məhsuldarlıq verirsənsə, məhsuldarlıq təkcə zavodda olmur ki, elə elmdə də. Elmdə yəni, nəsə bir yeni fikir söyləyə bilirsənsə, elmi kəşflər o ciddi söhbət deyil. O 100 ildən bir olur elmi kəşflər. Ancaq elmin inkişafında təkan vermək. Misal olaraq elə sinəm, ürəyim doludur, istəyirəm danışdıqca danışım. Mən məsələn bir 20 il bundan qabaq Türkmənistanda oldum. Türkmənistan açığı indi qardaş ölkə türk xalqlarının bir nümayəndəsidir də. Böyük konferansda onlarda elə birinci onlar başlamışdılar. Bəzi respublikalar ləğv elədilər akademiyanı. Ancaq onlar nə utdular? Bir institut da vardı, əl yazmaları bizim institutu. Onlar türkmənlər ona deyir qol yazmaları. Ələ deyir qol yazma. Bərbad günə qalmışdı. Moskvada bizimlə aspirantlar vardı. O dedi, Azər müəllim dedi, bərbad gün deyil. Yəni bunu parçalanır. Özü gəlin açıq danışaq da. Ali məktəblərdəki də bugünkü səviyyə əvvəlki səviyyə deyil. Vaxtı ilə Bakı Dövlət Universitetinin nəzdində 5 fəlsəfi yönümlü kafedra var idi. İndi onlardan cəmi ikisi qalır. Rəhmətli Aslan Aslanov var idi, akademikimiz. Allah onu Lalələr mahnısının, məşhur Lalələr mahnısının sözlərini yazmış. Yəni, bu ünvanla hara gedirik? Burada nə fikirləşirik? Mənim gümanım bir şeydir. Bu əslində bunu yekunda da deyə bilərdim ki, birinci ölkə başçımız prezident İlham Əliyev cənabları və onun xanımı, birinci vitse-prezident Mehriban xanım. Onların dəstəyi olsa, çünki onların ailəsi də nəsildə hamısı elmlə bağlı olub, akademiyadan çıxıblar. Onların dəstəyi ilə, çünki elə konkret dəstəyi gördük də, məsələn, ilk dəfə olaraq 200 il ərzində biz daima Azərbaycan xalqı indi qədim türkləri qoyuran bir qırağa, orada qollar, qanadlar ayrıdır. Tarixən torpaqları itir-itir getmişik də, düzdür? İlk dəfə olaraq ölkə başçımız, möhtərəm prezidentimiz İlham Əliyev cənabları demək, ağlın gücünə söykənərək, demək, güclü və Azərbaycan ideyasına söykənərək bir böyük qüdrətli sərkərdə kimi, bir böyük fatih kimi torpaqlarımızı məsələn işğaldan, ictimai həyatın bütün sahələrində keçirməklə yanaşı bir nömrəli yaralı yerimizi bizim məlhəm qoydu. Torpaqlarımızı o kişinin sayəsində biz azad elədik.
Ona görə nə qədər Azərbaycan durursa İlham Əliyev də duracaq, Ulu Öndər də duracaq. Allah elə hər ikisinin canını sağ eləsin. Nicat yolu deyir, o rəhmətlik o şairimiz var idi. O Ümid sənədi Azərbaycan əskəri şeirinin müəllifi. Bizim də ümidimiz o ölkə başçımızdır, bir də o xanımın hörmətli vitse-prezident. Çox güman ki, yəni bu çünki bu oradakı təhsil sistemində o çalışanlar, cavandılar, əcnəbi dilləri də bilirlər və s. Onlar, yəni, əvvəla bilirsiniz, həyatda təkcə elmlə məşğul olan insanların təkcə biliyi azdır, həm də həyat təcrübələri olmalıdır. Fəlsəfi təfəkkürləri olmalıdır. Biz hara gedirik? Yəni, biz akademiyanı sürtüşməklə nə qazanacağıq? Ancaq, çünki gələcəkdə biz bu gün ələm gec deyil. Yəni, akademiyanın statusunu heç o, lap açıq deyim də, bugün orada oturanlar və digərləri, bütün məmurlar, ölkə başçımız nə deyirdi? Sizi qoymuşam vəzifəyə, orta səviyyəli, yuxarı səviyyəli, xalqa xidmət etməlisiniz. Xalqın, necə deyirlər, qulluğunda durmalısınız da, düz deyil. Yəni, bizdə hələ, mənim fikrimcə, mənim səhv deyə bilərəm, haradasa müəyyən pillələrdə şəxsi maraqlar, mən maraqları, dövlət maraqlarını üstələyir. Hər öz haqqında fikirləşir. Orada mənim nə və s. və ilə axır. Ancaq tarixi, əsrlər boyu fasiləsiz şəkildə dövləti olan xalqlar isə, dövləti, lap 50% də nəsə eləsə, qeyri, nəsə, kənar. 50% də saxlayır millət və dövlət. Bu mənada İlham Əliyev nümunədir. Baxsınlar, öyrənsinlər İlham Əliyev cənabları. Ancaq onun, çünki yenə deyirəm, onlar bu işin dərinliklərinə qədər bilirlər. Mən çox üzümü tutub belə ekran vasitəsilə hörmətli ölkə başçımıza müraciət edirəm və birinci prezident Mehriban xanıma xahiş edirəm, akademiya dəstəyi verin. Necə rəhmətli Ulu Öndər o dəstəyi vermişdi, akademiyanı qoruyub yaşatmaq. Bu təkcə mənə, sənə, ona lazım deyil. Bu millətin bugünkü günü və gələcəyinə lazımdır. Əks halda əgər elmi olmayan, ya zəif hala düşən, ya yumşaq formada deyirəm, o millətlərin aqibətini siz məndən də yaxşı bilirsiniz. Biraz uzun, biraz şey dedim. Çünki qəlbimin daxilimdə o qədər, bilirsiniz, mən də hamımız Azərbaycanlıyıq da. Mən bilsəm ki, əgər bütün bu akademiyanın institutlarını, bütün hamısını verəcəklər başqa ali məktəblərə, əgər orada nəticələr olar, birinci mən əl qaldıraram, iki qoy olsun. Ancaq zəngin təcrübəni, necə deyərlər, ənənələrimizi unutmamalıyıq biz. Hər də gecdir. Təbii ki, elə bir var. Bu institutların, bəzi institutların içində 12 ya 15 institut verilibdir. Çox verir, çox, yox. Üzr istəyirəm, sayını konkret deyə bilmərəm. Dəqiq elmlər və təbiət elmlərinin sayı bəlkə də ən azı 2 dəfə çoxdur. İctimai və humanitar elmlərdə. O institutların çoxunu birləşdirdilər bu. Bir neçə institutu birləşdirdilər. Qafqazşünaslıq institutu ləğv olundu. Bəli. Hətta jurnalistlər İsa müəllimə akademiyanın prezidentinə sual verəndə ki, bəs onlar nə işdən çıxır, dedi, yox, onları yerləşdirilmişik. Bəzilərini tarix institutuna, bəzilərini fəlsəfə institutuna. Orada məsələn erməni dili bilənlər var, bizə lazımdır da. Düşmənin ideologiyasını qalib gəlmək üçün həm dilini və ideologiyasını bilmək lazımdır, məfkurəsini, fəlsəfəsini bilmək lazımdır. Bunlar yaxşıdır. Ancaq Qafqazşünaslıq institutunda Musa müəllim vardı, indi parlamentdə spikerin müavini işləyir, o getdi, İsa Qasımlı, bəli. Musa Qasımlı, bəli, Musa Qasımlı. Və bəziləri də sonra deyirsən, elmi biliklərlə bağlı bir institut var idi, kiçik bir institut, o da deyirsən bağlandı və bilmirəm, gələcəyi necə olacaq. Biz açığı deyim ki, alimlər narahatdılar. Elə həmişə fikirləşirlər ki, bizim gələcəyimiz nə olacaq? Bizim tariximiz. Çünki əslində qalanda Azam müəllim. Özdə ən zərif və ən zəif təbəqədir. Belə də hərdən fikirləşsən ki, ən köməksiz təbəqə. Köməksiz deməzdim. Belə çıxır ki, yəni qayğıya ehtiyacı var. Sözün həqiqi mənasında. Orada kommersiya strukturu deyil, ora
belə deyək, alış-veriş yeri deyil. Sadəcə olaraq orada elmlə məşğul olur. Elmin də, alimin də işi, nə bilim, tarixçi tarixi axtaracaqdır. Tarixçi tarix yazmır ki, tarixçi tarixi öyrənir. Bəli. Fizioloq insanı öyrənir. Bəli. Yəni onu öyrənməsi üçün, onun o belə deyək, orada nə var sualına cavab tapması üçün, bu niyə belədir sualına cavab tapması üçün o tədqiqat aparmalıdır. Onun başqa bir yolu yoxdur. Ona ancaq dövlət qayğısı lazımdır. Ancaq belə deyək, dövlətin himayəsi, üstəlik tək ora kimi ki, o himayə üçün tapşırırsa, onun da biraz ürəyindən məsuliyyəti lazımdır ki, oranı, o insanı, o alimi başqa qayğılardan, başqa kənar təsirlərdən qoruya bilsinlər. Yoxsa bax, 90-cı illərdə, yəni sizin o fikirlərinizə yenə qayıdıram ki, deyirdilər ki, akademiyanı ləğv eləmək. İnanın ki, mən bir məsələni deyim. Üzr istəyirəm, Ulu Öndər olmasaydı bağlayacaqdılar. Təbii ki, onu demək istəyirəm. O dövrdə, o 91-ci ildə mən gələndə orada bir qarmaqarışıqlıq, hətta alimlər, orada böyük insanlar vardı, işləyirdilər, akademiklər vardı, işləyirdilər, çalışırdılar. Onlar özləri də belə çox məyus oldular ki, buna görə nə olacaq, bizim axırımız nə olacaq. Çünki onlar nə eləyəcəklərini bilmirdilər, sabah bunların başına nə iş gələcək bilmirdilər. Yəni elə vəziyyətə saldılar ki, qısa bir müddət ərzində alim hardasa bir 50 dollar civarında pul alırdı. 50 dollar. Pul inflyasiya olur, Rus pulu da işləyirdi o dövrdə. Bəli. Pul sürətlə inflyasiya olurdu, bilmirdi nə eynisin. Bilirsiniz, mən yadıma nə düşür, belə deyək, o dövrdə də belə olur, müharibələr zamanı görürsünüz, əlyazmalar götürüb gedirmişlər. Yəni heç nə yox, bəlkə də ailə üzvlərini saxlayırlar. Arxivdə olan materialları, xəritələri, o imperiya xalqları zəbt etdiyi ərazilərdə, o siz dediyiniz məsələlərdir. O indi də bəzi, o cümlədən Rusiya məsələn müəyyən o bağlı arxivlərində nə qədər Azərbaycanla da bağlı, o xəritələrlə bağlı materiallar var. Bəli. Yəni o maddi nemətləri, o əsas o milləti, dövləti tarixdə yaşadan bir faktları götürüb oradan uzaqlaşdırır da, hətta özü həyatını riskə qoyub gedirlər. Yəni belə bir cəmiyyəti yeni həmin o hakimiyyət, o bir illik hakimiyyətləri dövründə nə qədər ziyan vurdular, nə qədər elə bir ki, baxımsız bir şeyə qoydular da. Baxımsızlıqdan orada bəzi insanlar da baxırdı ki, yəni əvvəllər necə diqqətlə ona qayğı göstərirdi, yəni o maddi nemətlərə. Bəli, sonra da ona əlini də çəkdi ondan. Çünki özünün yaşaması lazım idi. Bəli. Belə hadisələr çox olubdu, Azər müəllim. Elə yenə deyirəm, sizin fikirləriniz o indiki müasir dövrdə Elmlər Akademiyasında ümumiyyətlə təbii ki, bizim bu danışdıqlarımız hamısı ona yönəlir ki, ona istiqamət verir ki, buradakı bəzi çatışmazlıqları aradan qaldırılaq. Kiməsə diqqətinə, dövlət qurumlarının diqqətinə çatdıraq ki, bu həqiqətən belə problemlər var, bunu aradan qaldırmaq lazımdır. Düz istəyirəm, elə problem dediniz, bir problem də yadıma düşdü. Mən düzdür, rəissiyyət heyəti də bizim necə deyirlər, kollektivimizdir, indi o, məsələn, rəhbərliyi də. Təsəvvür edin ki, arada bir, məsələn, indi ölkə başçısının sərəncam verir də, məsələn, fərman verir, pensiyaların, maaşların qalması ilə. Bir neçə dəfə bu təkrarlanıb. Rəissiyyət heyətinin maaşı qalxır, ancaq institutların maaşı qalxmır. Halbuki, institutlar olmasa, o rəissiyyət heyəti kimə lazımdır? Yox, aydın var. O sərəncam... Rəissiyyət heyətində işləyənlərin bir böyük qismi akademikdir, yəni müxbir üzvüdür, eyni zamanda institut. Onlar kifayət qədər maaş. Ancaq ən kasıb o təbəqəyə, yəni eləsi var ki, dünyanın o başından gəlir, Maşdağadan gələnlər var, Qaradağdan gələnlər var, neçə nəqliyyat dəyişirlər, heç yol puluna məsələn güclə çatır. Yəni demək istəyirəm ki, bu Maliyyə Nazirliyi o işə baxır da, onu yəqin ki, elə eləməlidirlər ki, düzdür o vaxtı akademiyanın rəhbərliyinə belə alimlər sual verdilər, dedilər, narahat olmayın, sizin də maaşınızı qaldıracaq. Yəni, maaş davası getmir, bilirsiniz. İnsanlar var, alimlər, siz məndən də yaxşı bilirsiniz. Heç o qədər fanatik həyat da sürər, tək elmi olsun. Deyir, mən bir dəfə bir kəlam kimi bir şey yazdım. Yazdım ki, hər hansı bir insanın
yeməyə bir buğdası, bunu özümdən nəsə beynimin süzgəcindən gəlib. Yeməyə bir buğdası, yəni çörəyi də təbii. Yatmağa bir yatağı varsa, o nə qul, nə ağadır. O sadəcə azad bir insandır. Azad və xoşbəxt bir insandır. Azər müəllim, studiyamıza gəldiyiniz üçün sizə təşəkkür edirik. Bəzi düzdür biraz daha çox uzun müddətli bizim vaxtımızdan da uzaq belə söhbətlər apara bilərdik. Yəni bu barədə bu Elmlər Akademiyası haqqında həm müsbət, həm belə biraz loyal fikirlər, həm də tənqidi fikirlər səsləndirmək olar. Yəni bu problem harda iş varsa, harda problem də var. Yəni onu aradan qaldırmaq da insanların üzərinə, müəyyən qurumların üzərinə düşür. Biz bu barədə danışdıq. Bunu yenə deyirəm, bu həcmi böyütmək də olardı. Ancaq üzr istəyirəm, çox müdaxilə edirəm. Mən siz dediniz bu insanlar və s. Mən o insanların əksəriyyətindən də bəlkə hamısından da çox ümidgahım, pənahgahım ölkə başçımız İlham Əliyev cənabları. Allah qoysa, hər şey yaxşı olar. Bir də onun gözəl xanımı, bir mehriban xanım. Hər şey yaxşı olar. Allah qoysa, biz alim əgər niyyət eləyirsə, arzu eləyirsə, o... Çünki atasının ruhu da, ulu öndərin ruhu da və vaxtı ilə haqq dünyasına qovuşmuş böyük alimlərimiz var. Onların da ruhu şad olar. Allah qoysa, Allah özü bilən məsləhətdir. Belə, Azər müəllim, yenə təşəkkür edirəm. Studiyamıza gəldiyiniz üçün sizə təşəkkür edirik, vaxtınızı ayırdınız, gəldiniz. Hörmətli tamaşaçılar, bununla da verilişimiz sona çatır. Sağ olun, gəlin görüşə qədər. Mən də üzr istəyirəm, öz tərəfimdən məni dəvət etdiyinizə görə minnətdarlığımı bildirirəm. Mən burada birinci dəfə də olsam, ancaq bu təşkilatın, bu özəyin, bu qurumun, bu istər qəzetlə bağlı və istər çəkilişlə bağlı lap o təməl daşı qoyulan yerdən mən doğma yerə gəlmişəm. Mən o səslə həmişə bağlı olan insan olmuşam. Sağ olun. Sağ olun. Allah var eləsin. Səs haqqında bəzi fikirləriniz var idi. Onu onsuz da demisiniz. Onu mən dilimdə Səs qəzeti lap çoxları bəlkə də bilmir. Qoy bilsinlər. Bilənlərə də eşq olsun deyirəm. Rəhmətli Ziya Bünyadovun sözü idi, eşq olsun. Səs qəzeti həmin ən ağrılı, məşəqqətli anlarda, günlərdə çox böyük rol oynayıb. Yəni demək olar ki, informasiya vasitəsi olaraq, kütlü informasiya vasitəsi olaraq Yeni Azərbaycan Partiyasının, ulu öndərin siyasətinin, onun göstərişlərinin, onun gerçəkləşməsində misilsiz xidmətlər göstərib. Ona görə Səs qəzetinə xüsusi minnətdarlıq və Səs telekanalına da onun sıravi işçisindən tutmuş, onun rəhbərlərinə qədər. Dədə baba dili ilə deyim. Allah razı olsun. Sağ olun. Minnətdarım. Sağ olun. Gəlin görüşə qədər, hörmətli tamaşaçılar.